Başqa ölkədən məni izləyən insanlar. Mən çox vaxt, yəni sizin adınızı çəkirəm, deyirəm ki, məni başqa ölkələrdən izləyən insanlar, bilirəm ki, izləyirlər, bilirəm ki, çox istəyirlər, bilirəm ki, yəni gözəl sözlər yazırsınız. Keçən dəfə soruşdum ki, hansı ölkədən izləyirsiniz? Germaniya, Rusiya, ondan sonra Gruziya, Türkiyə, yəni hər bir yerdən məni izləyirlər. Salamlayıram hamınızı. Və indi Azərbaycan dönəri yeyəcəm. Bizdə kimsə acanda, совсем pulu çatmayanda, 100 dəfə olub məndə, onda piraşki alırdım. Piraşki çünki o vaxtı 20 qəpik idi, indi bilmirəm neçədir. Amma biraz pulum varsa, amma kafaya çatmır da, yəni pulum yoxdur bu qədər. Dönər alırıq. Biraz pulumuz azdırsa, alırıq toyuq. Biraz pulumuz çoxdursa, alırıq ət dönəri, yoxsa toyuq dönəri, kotlet çörəyi. Bu döner ucuz değil, bahadır biraz. Azərbaycanda döner, lahmacun, çiğ köftə, ondan sonra piraşki, qohal, bulka, her şey bombadır. Ölürəm öz ölkəm üçün. Burada hər şey var. Burada əməli başlı pulun azdırsa, özünü əməli başlı yedizdirə bilərsən də. Ət dönəri yoxsa toyuq dönəri, kotlet çörəyi. Ama şimdi классно. Burada tatlı düzəldi də. Mən axırı vaxtlar çox yerdə yeyə bilmirəm. Yadımdadır ki, bir dəfə salonda oturmuşam. Renaq salonda. Və 6'ya kadar yiyirdim, sonra yemirdim. Bir dəfə demiştim ki, mən yemək istəyirəm də, mən üçün dönər ala bilərsiniz. Getdi aldı, oradan aldım. Dadını çox bəyəndim. Bununla bir qədər də acı var. Bir qədər də. Mənə olmaz. Soğan yoxdur. Bilirəm ki, orucunuzu birazdan açacaqsınız. Allah qəbul etsin. Özünüz də görürsünüz ki, mən orucluqda bir dəfə də olsa 7-dən qabaq paylaşmamışam videonu. Yemək videoları olsa, həmişə 7-dən sonra paylaşıram. Даже чат GPT var, oraya yazıram ki, когда открывается oruç. Nə deyirlər, sonra paylaşıram. Mən ağıllı qızam, elə belə yox. Bütün işimi ağılla görürəm. Heç vaxt da heç kimin xətrinə birinci dəymirəm. Allah haqqa. Mən elə xəsrətim yoxdur. Və sonra bilirsiniz hansı xəsrətim yoxdur. Heç vaxt varlı kasıb seçmirəm. Heç vaxt olmayıb belə bir şey. İnsanlıq olmalıdır. Yəni yoxdur elə bir şey. Ki kasıbdır saymıram, varlıdırsa sayıram. Belə kasıblar var ki, min qat qəşəngdir. Və elə varlılar da var, min qat kasıblardan da qəşəngdir. Var. Kasıb da qınıloy ola bilər, varlı da qınıloy ola bilər. Adamın xəsrətindən asılıdır. Ona görə
Hər cür insanlar var da. Amma hələ ki bu dünyada yaxşı insanlar var. Onu 100% biləm. Не искоренилось, есть. Хорошие люди есть. Allah yaxşı insanların canını sağ eləsin. Sevirəm sizə. Çox yedim. Biraz çox yedim. Dönərlə ayran necə getdi? Əgər bu post maraqlı olubsa, like, komment və takip atmağı unutmayın. Kamalayev sizi çox sevir.